Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Xaqani Şirvani adına Aran regional filialında şəhid ailələri, eləcə də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Abdüləziz Xanəhmədoğlu'nun 12 sentyabr 2022-ci il tarixində düşmənin geniş miqyaslı təxribatının qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş Gizir Nəzər Ağacəliloğlu Əzizovun xatirəsinə həsr etdiyi Cəsur Kəşfiyyatçı adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təqdimat mərasimini giriş sözü ilə açan muzeyin Aran filialının müdürü, filologiya üzrə fəlsəfə doktoru dosent Yaqut Bahadur qızı, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində əldə olunan möhtəşəm qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu, sentyabrın 27-sindən başlayaraq cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verən şanlı Azərbaycan ordusunun qısa zamanda Qarabağ uğrunda başladığımız haqq savaşının qələbə ilə başa vurmasını, 44 gün davam edən 2-ci Vətən müharibəsində qəhrəman oğullarımızın düşmənə sarsıdıcı zərbələr endirərək onları 27 il işğal altında saxladıkları torpaqlarımızdan qovmasına vurğulayıb. O eyni zamanda Vətən müharibəsi dövründə və ondan sonraki quruculuq dövründə qələmi ilə müsəlləh əskərə dönən ziyalılarımızın, şair və yazarlarımızın rolunu dəyərləndirərək qələmini daim xalqımızın dəyərlərinə, şəhidlərimizin əziz xatirəsinə həsr edən istedadlı söz ustadımız Abdüləziz Xanəhmədoğlu'nun yeni çapdan çıxmış Cəsur Kəşfiyyatçı kitabının bədi məziyyətlərindən bəhs edib və şəhidlərimizin adlarının əbədiləşdirilməsi, həyat tarixçəsinin qan yaddaşına köçürülməsi məramı ilə istedadlı şairin oxuculara təqdim olunan kitabının gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox faydalı olacağını vurğulayıb. Təqdimat mərasimində çıxış edən şəhid Nəzər Əzizovun anası Cəmafət Əzizova oğlunun şərəfli ömür yolunu əks etdirən poemanı yüksək qiymətləndirərək şəhidlər haqqında yazılan hər bir kitabın onların adlarının əbədiləşdirilməsi, xatirələrdə yaşaması üçün böyük əhəmiyyət kəsb etməsini vurğulayıb və kitabın müəllifi Abdüləziz Xanəhmədoğlu'na, redaktoru və ön söz müəllifi Yaqut Bahadur qızına minnətdarlığını bildirib. Tədbirdə şəhid Nəzər Əzizova həsr olunan foto və video çarx da nümayiş edilib. Şagirdlər poemadan parçalar səsləndiriblər. Bugünkü tədbirimiz 2022-ci il 12 sentyabrında Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı törətdiyi təxribat nəticəsində qisas əməliyyatı keçirilmiş və həmin qisas əməliyyatında şəhid olmuş Gizir Nəzər xüsusi təyinatlı qoşunların Giziri Nəzər Əzizovun xatirəsinə həsr olunmuş Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Abdüləziz Xanəhmədoğlu'nun Cəsur Kəşfiyyatçı kitabının təqdimat mərasimi idi və bu kitab çox müsbət qarşılandı ictimaiyyət tərəfindən və eləcə də şəhid ailələri tərəfindən. Kitabda şəhidin qısa, şərəfli ömrü uşaqlıq dövründən tutmuş da şəhid olduğu ana qədər çox belə bədii ifadələrlə, çox həssas duyğularla tərənnüm olunubdur və mən onu qeyd eləmək istəyirəm ki, belə vətənpərvərlik mövzusunda yazılmış əsərlər cilt-cilt, qalaq-qalaq, kif basmış, arası açılmayan kitablardan çox-çox dəyərlidir xalqımız üçün, vətənimiz üçün, gələcək gənc nəsil üçün. Canlı vətən torpağına fəda edən şəhidlərimizin haqqında yazılan hər bir sətir, hər bir əsər, hər bir kitab demək çox qiymətlidir. Çünki onlar şəhidlərimizin xatirəsinin əbədiləşməsi üçün kifayət qədər gözəl belə əsərlərdir. Ölməz Səməd Turğun deyirdi ki, bilsin ana torpaq, eşitsin vətən, müsəlləh əskərəm mənlə bu gündən. Səməd Turğun böyük vətən müharibəsi başlayanda demişdi, ancaq mən də öz vətənimizin, Azərbaycanın müharibəsi başlayanda bax elə bu amalla yazdım, yaratdım, bütün şəhidlərimiz haqqında yazdım və mən deyim ki, artıq bu kitab, yəni nəzərə həsr olunmuş mənim bu kitabım, şəhidlərə həsr olunan 5-ci kitabdır sadəcə. Yəni rayonumuzun bütün şəhidləri haqqında, 39 şəhid haqqında mən yazmışam artıq, yəni haqqında yazmadığım heç bir qəhrəmanım qalmayıb. Onların hamısını düşünmüşəm, onların hamısı mənim içimdən, qanımdan, ürəyimdən gəlib keçib. Bax, elə son yazdığım bu kitabda Nəzərdə onun qəhrəmanlığı təkcə bir epizodu demək istəyirəm Nəzər haqqında ki, Nəzər olan rota
sona qədər itki verməyən bir rota olub. Və nəhayət kəşfiyyatçı rota kimi Ermənistanın öz ərazisinə keçib orada fəaliyyət göstəriblər. Maraqlı bir fakt var ki, bir gün demək kəşfiyyatda olan zaman Nəzərgilin keçdiyi yol bağlanıb, mühasirəyə alınıb. Nəzərgil artıq geri qayıtmağa yol tapmayıblar. 3 gün Ermənistanın torpağında, yəni erməni kəndlərində qalıblar. Hətta gecələr erməninin özünün heyvan tövləsində gecəliyiblər. Ac qalmamaq üçün heyvan südü ilə qidalanıblar. Bax, belə qəhrəman olub Nəzər. Bax, bizim şəhidimiz. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Onlar bizim yadımızdan çıxmayacaq, həmişə xatirimizdadır. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, şəhidlərə hörmət, ehtiram da onlarla bir yaşayacaq. Onlar bizim tariximizdir, milli qürur yerimizdir. Tədbirin sonunda kitabın müəllifi Abdüləziz Xan Əhmədoğlu muzeyin Aran filialı ilə fəal əməkdaşlığına və vətənpərvərlik mövzusunda yazdığı dəyərli əsərlərə görə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun imzaladığı fəxri fərmanla təltif olunub. Şair onun əməyinə göstərilən diqqət üçün muzeyin kollektivinə və iştirakçılara öz minnətdarlıqlarını bildiriblər. Sonra poemadan parçalar səsləndirən şagirdlərə də muzeyin direktoru akademik Rafael Hüseynovun imzaladığı sertifikatlar təqdim olunub. Sonda Cəsur Kəşfiyyatçı kitabı şəhid ailələrinə hədiyyə edilib. Aqil Əsədov, Nigar Qəyyum, Kürdəmir.